Eyni səhvlərlə fərqli düzlərə çıxmaq olmaz. Salam hörmətli düşünənlər və düşündürənlər. Mən bir dostum var, arada sırada onunla görüşürük. Görüşlərimizin birində mənə gilə elədi ki, bəs ailəmlə bu yaxında xaricə getmək istəyirik. Onlar velosiped sürə bilirlər, elə bir ölkəyə gedəcəyik ki, hamı orada velosiped sürəcəkdir, mən isə sürməyi bacarmıram. Mən dostumdan soruşdum ki, problem nədir? Sürə bilmirsən, qısa müddətdə öyrən. Dostumla qərarlaşdıq ki, mən onu velosiped sürməyə öyrədəcəm. Yəni, gün gəldi, vədə yetişdi, velosipedin birini götürdük, başladım dostumu öyrətməyə. İndi mənim beynimdə öz planım var ki, dostumu necə velosiped sürməyə öyrədəcəm. Bir arxasından tuturam, biraz istiqamət verirəm, biraz itəliyirəm. Adam bir yönünü tapıb, tərini tapıb özü gedə bilmir. Hiss elədim ki, çox güc xərcləyirəm. Gah onun sükanından tuturam, gah oturacağından tutmağa çalışıram. Özü də özünü təntidir, pedalı fırlayır. Hiss edirəm ki, adam da əziyyət çəkir. Bilmir, diqqəti yolda olsun, diqqəti pedalda olsun, diqqəti təkərdə olsun. O yeni velosiped sürən adamların çaşqınlıqları var. Bir tərəfdən o. Bir tərəfdən də mənim bu prosesin altına girib bir şey eləməyə çalışmağım. Anar, bacarmıram. Deyəsən alınmır, təkər sözümə qulaq asmır, biraz qırağa dur, üstümü batırdın, icazə ver, mən bacarmıram. Bu kimi ifadələrlə hiss elədim ki, yarım saat ərzində bir-birimizi çox ciddi yorduq. Amma adam mən dediyimi eləmir. Deyirəm, üzünü qaldır, yola bax, yola baxa bilmir, gərginliyə ata bilmir. Yəni bir sözlə ikimiz də ciddi güc itirdik. Gücdən düşmüş halda oturmuşuq, velosiped yanımızdadır, ikimiz də skamyada oturmuşuq. O yol yoxdur cəhd eləməyək. Bir dən dostum qayıtdı mənə dedi ki, Anar, mən balansı saxlaya bilsəm, mən elə gəlir ki, sürəcəm. Bu zaman mənə biraz belə qəribə gəldi bunu dediyim. Mən də ona cavab verdim ki, özümdən asılı olmayaraq. Dost, sürmək üçün balans saxlamaq lazımdır, öyle. Yıxılmamaq üçün sürmək lazımdır. Surətin olmasa, yıxılassan. Sən gözləyənməzsən ki, balans yaransın, sonra hərəkət eləyim. Sən birinci hərəkət eləməlisən ki, balans hərəkətdə yaransın. Bunu eşitəndən sonra dostum dedi ki, mən yenə minim velosipedə, sən isə bizi itələ. Yəni, velosipedlə məni. Belə də elədik. Yetər idi ki, dostum velosipedə minsin, mənsə ona təkan verim. Bu inanılmazdı. Amma ilk dəfədən dostum velosiped sürməyə başladı. Mən oturub skamyada bilmirdim, təəccüblənimmi, bilmirdim, sevinimmi. Yadıma gəlir, onda mobil telefonu çıxardıb, çəkdim ki, ailəsinə göndərim ki, görürsünüz, bəs mən onu velosiped sürməyə öyrətdim. Sonra oturub ikimiz də fikirləşirik, gülürük, baxırıq, özümüzə tərif yağdırırıq ki, bəs əla alındı. Amma bəlkə də biz əvvəlcədən o qədər əziyyət çəkməsəydik, sonra gəldiyimiz qənaət bu qədər yaxşı olmayacaqdı. Və ya mən əvvəlcədən desəydim ki, yıxılmamaq üçün sürmək lazımdır, bəlkə də bu effekt olmayacaqdı. Anladığım oydu ki, bir işi idarə eləmək istəyirsənsə, müxtəlif cəhdlər eləməlisən. Bəzən bizim beynimizdəki planın dəqiqliyindən biz o qədər möhkəm tuturuq ki, o plandan kənara çıxmaq istəmirik. Özümüz də oluq o planın qulu. Ətrafdakıları da zülm eləyirik. Bəs mən sükanı belə saxlayacağam, oturacağı belə tutacağam, örgənən adam pedalı belə fırlayacaqdı. İşləmir. Eynən böyük layihələrdəki kimi. Bəzən sənin planın olmalıdır, sən o planla getməlisən. Amma qarşındakı insanlar, qarşındakı komanda bu planı icra etməsi üçün onlara bəzən sənin plandan sərt yapışmağın deyil, bir insight, qığılcım gərək olur. Planı bilən o qığılcımdan sonra rahat hərəkət eləyə biləcəkdir. Bir çox şirkətlərimiz indi gündəlik planla, layihənin planı ilə, strateji planla sərt qaydada işləyirlər. Ya plan direktiv şəkildə yazılıb yuxarıdan gəlir, komanda bunu icra eləməlidir. Ya da ki, biz özümüz direktiv formada plan yazıb komandaya icra elətdirməyə çalışırıq. Və ya bir işin görülməsində ideal təsəvvürümüz var. Hamını istəyirik ki, o ideal təsəvvürə tabe eləyək. Amma əslində reallıq belə getmir. Bir sıra sahələrimizdə plandan həddən ziyadə asıllıq yaşamaqdayıq. Bəli, bir çox şirkətlər situativ idarə etməni də götürə bilərlər, plansız hərəkət edirlər, amma geci-tezi gəlib ona çıxırıq ki, bəlli bir plan lazımdır. Amma özünü zəkalı, ağıllı və lider formatında görən adamlar bir qayda olaraq buraxdıqları ən böyük səhv plandan möhkəm yapışmaqdır. Bir çox şirkətlərimizdə indi bu problemi yaşamaq olur. E-mail vasitəsilə bizə plan gəlir. İllik planmı, kvartallıq planmı? O planın maddələrini, o planın alt maddələrini başa düşmədən bizim tabeçiliyimizdə olan komandaya o planı icra etdirməyə çalışırıq. Çox acınacaqlı bir prosesdir. Təsəvvürünüzə gətirin, oturmuşsunuz və hesabat verirsiniz. 6 ay keçibdir. Planın maddələrinə baxırsan, sənin gördüyün və ya sənə gördürülən işlərin planla ümumi əlaqəsi yoxdur. Sən çalışsan ki, hesabatını o plana uyğunlaşdırasan. Təsəvvürünüzə gətirirsiniz işin acınacaqlı tərəfini, işin ağır tərəfini. Əsl rəhbər səriştəsi ən çətin planı reallığa çevirməkdən ibarət deyil. Çünki bu zaman sən hamını incidirsən. Əsl rəhbər səriştəsi reallığı planın bir parçası eləməkdir. Strategiyanı yazdıq,
komandaya veririk. 3 aydan sonra nəyin işləyib işləmədiyini yoxlayırıq. Lazımsa planda dəyişiklik edirik. Lazımsa komandanın əlavə təlimdən keçməsini təmin edirik. Amma sərt şəkildə komandanı plana uyğunlaşdırmağa çalışmırıq. Mən demirəm ki, bu mümkündür ya mümkün deyil. Mən deyirəm ki, illərdir biz eyni səhvi edə-edə davam edirik. İndi hal-hazırda beynəlxalq təcrübədə buna layihələrin agile üslubu ilə idarə olunması deyirlər. Qısa olaraq, əgər biz agile-dən danışırıqsa, bu plandan sonra cəhdlər vasitəsilə işləyən yolları, qüvvədə olan yolları, yarayan üslubları üzə çıxardıb onları yaşatmaq deməkdir. Nə qədər əcaib görsənsə də, agilesizliğin nümunəsini gətirim mən sizə. Təsəvvürünüzü gətirin ki, rəhbər yığıb hamını iclasa, siz də oturmusunuz iclasda, belə bəzilərini tərifləyir, bəzilərini danlayır, verdiyi tapşırıqların nəticələrini geri almaq istəyir, ala bilmir, əsəbləşir, ala bilirsə təzədən yenidən yeni tapşırıq verir, ağır gedir proses. Sanki iclasda hiss edirsən ki, sən yüklənirsən. Bu yük də sənin sonradan işləməyinə təsir göstərir. Bir sıra hallarda hətta iclasdan sonra səndən nəyin tələb olunduğunu da bilmirsən. Agile-ın mahiyyəti isə tapşırıq verəndən sonra komanda nə işləyir, nə işləmir, çətinliyiniz hardaydı, harda yanlış yolla gedirik, gücümüz nəyə çatır, nəyi eləməkdə ləngimişik, nəyi eləsək daha yaxşı olar, hansı yükdən canımızı qurtarmalıyıq. Bu kimi suallar menecerin çevik idarə etməsindən xəbər verir. Hörmətli menecerlər, bizim şirkətlərimiz, bizim qurumlarımız insanlardan ibarətdir. O insan özünü şirkətə aid olduğunu hiss eləməyənə qədər, sizin komandanın bir parçası olduğunu hiss eləməyənə qədər siz güclü olmayasınız. Planı yazmaqla kifayətlənmək olmaz. Situativ idarə etməklə kifayətlənmək olmaz. İşçilərinizi özünüzə yaxın eləmək üçün, qazanmaq üçün, sabah haqqında nə düşünürsünüzsə, onlarla paylaşın. Qoy onlar özlərini sizinlə birgə sabahı planlaşdıran ailə üzvü kimi hiss eləsinlər. Verilişin əvvəlində dediyim kimi, davamlı şəkildə eyni səhvləri edərək fərqli düzlərə çıxmaq olmaz. İşçilərinizə imkan verin ki, fərqli cəhdləri, fərqli səhvləri edərək yeni düzləri meydana çıxara bilsinlər.